Və Peyğəmbər s.ə.v də hədisdə buyurur ki, لَوْ أَنَّكُمْ تَوَكَّلُونَ عَلَى اللّٰهِ حَقَّ تَوَكُّلِهِ لَرَزَقَكُمْ كَمَا يَرْزُقُ الطَّيْرِ تَغْدُوا خِمَاسًا وَتَرُوحُ بِطَانًا. Əgər siz haqqıyla Allaha təvəkkül etsəniz, Allah Teala bir quşa ruzi verdiyi kimi sizə də ruzi verər. Ac qarnına yuvasından çıxır və tox qarnına qayıdır. Yəni, əgər insan yüngül vari bir səbəbdən tutarsa, yüngül və haqqı ilə təvəkkül edərsə, Allah Teala quşu ruziləndirdiyi kimi o insanı ruziləndirər. Və bizim ondan harada problemimiz var? Təvəkkül məsələdə problem var. Ona görə bu hədisə əsasən alimlər buyurur ki, yəni quşların qəlbi təvəkküllə doludur. Quşların qəlbi təvəkküllə doludur. Deməli, bu hədis həm dəlildir ki, yəni səbəbdən tutmağa, yəni bəzi insanlar buna əksinə başa düşüblər. Yəni, səbəbdən tutmadan ruzi gəlir. Yox, quş yuvasında oturmadı. Ağzını açıb yuvasında oturmadı. Quş yuvasından çıxdı. Və yüngül bir səbəb. Çıxdı və ac qarnına çıxdı və tox qarnına qayıtdı. Deməli, bu hədisə əsasən yenə alimlər buyurur ki, əgər insan səbəbdən, yüngül səbəbdən tutarsa və bununla yanaşı haqqı ilə Allaha təvəkkül edərsə, Allah Teala quşa ruzi verdiyi kimi ona da ruzi verər. Yəni, təvəkkül yəni, o qəlb əməlidir. Təvəkkül nədir? Qəlb əməlidir və sadəcə onu doğrultmaq məsələsi, danışmaq asandır, amma onu həqiqətən, onu doğrultmaq asan deyil, çətindir. Deyir bir qissə kimi, bir şeyxlərdən biri dərsdə ümumi sözlər danışır və insan deyir, əgər Allah haqqı ilə təvəkkül edərsə, suyun üzərində gəzə bilər. Və bu söhbəti ilə məclisə gələn bir avamlardan, cəmaatdan biri eşidir, Allah səndən razı, mən nə qədər əziyyət çəkirdim orada yəni çayı keçmək üçün. O körpüyə getmək nə qədər məsafələ, buradan bura rahat keçirəm də. Bu dərsdən sonra və çayı keçir, oraya keçir, buraya keçir, yəni lazım olanda. Sonra bir gün gəlir şeyxə deyir ki, mən belə də yəni çayı keçirəm, çayın üstünə gedirəm. Deyir, dəli olmuşsun. Deyir ki, sənin sözündən işitmişsən, dərsdə əgər insan haqqı ilə təvəkkül edərsə, suyun üzərini keçə bilər. Və şeyx təəccübləndi, deyir, gedək göstərim. Şeyx baxır, bu keçir, suyun üstünə gəzir. Sonra şeyx qorxudur. Şeyx deyir, təvəkkül Allah. Allah təvəkkül elə. Şeyx ayağını qoyan kim üstə batır. Yəni, söhbət ondan gedir, insan həqiqətən təvəkkül edərsə haqqı ilə, deməli, çox şeylər ortaya çıxa bilər. Deməli, buna qəlbin əməllərindən biri sayılır. İnşallah bununla kifayətlənər, yerdə qalan ibadət növlərini sonra götürərik. Allah təala şifalan etsin. Və sallallahu əleyhi və səlləm.